Sağlamlığa ciddi təhlükə. Azərbaycanda yeni qadağa var. Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək. Report xəbər verir ki, Milli Məclisin dekabrın 26-sında keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən dəyişiklik layihəsində qeyd olunub ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır. Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yarattığını sübut elədikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur. Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilir. Qanun qəbul ediləcəyi təqdirdə 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.